Bismillahirrahmanirrahim. Salam əziz Zəhra TV izləyiciləri, xoş gördük hər birinizi. Mövzumuz Quranla bağlıdır. Bugünkü qonağımız ilahiyyatçı Qurban Cəfərovdur. Müəllim, xoş gördük, xoş gəlmisiniz. Salam əleykum, xoş gördük. Müəllim, insan həqiqətən öz yaşayışında müəyyən mərhələləri keçməlidir və keçid yoluna möhtacdır. İnsanın əqli buna kifayət edirmi? Allahümme salli ala Muhammed və ali Muhammed. Bismillahirrahmanirrahim və bihi nesta'in innehu xeyru nasirin və mu'in və sallallahu ala rasulihil əmin. Rabbi şrah li sadri və yessir li əmri və hlul uqdatan min lisani yefqahu qavli. Və haqqi Fatimə və əbiha və bə'liha və bəniha və sirril müstəvdə'i fiha. Allahümme salli ala Muhammed və ali Muhammed və accil fərəcəhum. Biz əslində mövzumuzun lap əvvəlində, çəkilişlərin əvvəlində də ağlın mütləq şəkildə insanın hidayətdə tək formada irəliləməsində kifayət eləməməsi barədə başqa bir mövzu ətrafında danışmışdıq. Ümumən biz, yadımdadır ki, din anlayışı mövzusundakı ağlın mütləq şəkildə dinlə bağlı olan məsələlərdə dinə nə ehtiyac var, ağlın buna kifayətli mövzusu ilə ki, başqa bir mövzuda danışmışdıq. Eynən də bu mövzunun da, bu sualın da bəhsə ehtiyacı var ki, insan həqiqətən ağlı kifayətdirsə, ümumiyyətcə niyə Peyğəmbər gəlib? Allah bir ağlın kifayətini bilən halda niyə Peyğəmbərlərə əziyyət edib? Baxın, İnsan ağlının kifayət eləməməsinə o qədər dəlillər var ki, o dəlillərdən biri insanın dünyada törətdiyi cinayət və elədiyi günahlardır. Ağıl hər şeyə doğrudan yetərincə cavab verə bilirsə, insan niyə günah əhli olur? Biz hələ gəl, heç bir ayə və hadisə baxmadan birinci bir elə əqli bir dəlillə, əqlin özünün hər şeyə kifayət etməməsi. Əslində, əqlin fəlsəfəsi budur ki, ağıl bu fəlsəfədən nəşətlənib ki, ağıl itaətdə olanda düz işləyər. Ağıl Allah buna xatir verib ki, tabi olsun. Ağlı buna xatir verməyib ki, üsyan eləsin. İnsan bəzən düşünür ki, mənim ağlım var, hər şeyi başa düşürəm. Mənə nə ehtiyac var ki, ümumiyyətcə, mən filan kəsin sözünə qulaq asın, Peyğəmbər belə dedi. Mənim ağlım kəsir də bunu. Allah ağlı verib ki, sən o sözləri qəbul eləyə biləsən. O zaman ki, ağıl o sözləri qəbul eləmir, o zaman ki, ağıl o mövzuya yanaşa bilmirsə, demək, ağlın özündə elə müşkül özündədir ağlın. Ağıl o zaman kamilləşir ki, itaətdə olsun. Əgər bir ağıl insanı sahibin itaətin qapısına, Peyğəmbər, məsumlar, ulul-əmir, yəni Allahın qapısına və onların itaətinə gətirmirsə, bu ağıl öz nöqsanını etiraf edir. Əslində, bu sözlər ki var, mənim ağlım kəsir, mənim heç bir sözə ehtiyacım yoxdur, bu ağlın nöqsanıdır. Əli əleyhissalam deyir ki, axmaq o adamdır ki, özün hamıdan ağıllı bilə. Öz ağlına güvənib iddia eləyən adamlar, Əli əleyhissalam deyir ki, bu Həzrəti Əmirin sözüdür, deyir, bunlar axmaq adamlardılar. İndi bax, ağıl ki deyir, nə ehtiyac var, bu sual ki ortaya qoyublar, əslində ağıl bu sözü demir, nə ehtiyac var, mən kimə itaət eləyim, mənim öz yollarımın keçməyində, həyat mərhələlərimdə ağlım mənə bəsdir. Söz olaraq budur, amma məna olaraq ağıl istəyir öz fəaliyyətini itirdiyini etiraf eləyə. Onu danışır ağıl əslində. Amma bu ifadələrlə yox. Biz bilmirəm hansı verilişlərin birində demişdik. Mütəala Allah Qurani Kərimdə bəzi əcib mövzular var ki, onu mövzunun özü barəsində, öz üslubunda demir. Başqa bir şeyin təsiri altında, başqa bir şeyin səthində deyir. Misal, Qurani Kərimdə uzunqulağın səsi heyvanların səsinin içində ən pisdir. Məsələn, uzunqulağın səsi səslərin ən pisidir. Hə? Amma baxırsan ki, o səsin ucalığından getmir söhbət. Başqa heyvanların da uca səsləri var. Uzunqulağın səsinin pislənməsi əslində şəhvətin pislənməyidir Qurani Kərimdə. Amma onu görürsən, o ünvanda təqdim edir. Düz. İndi bəzən mənim ağlım ki, mənim həyat mərhələlərimdə hər şeyimə kifayətdir və istədiyim şeylərlə ağlımla ki, mən hərəkət eləyə bilirəmsə, insan əslində bunun adım bu
qoysa da, bu ifadələri istifadə eləsə də, əslində ağılsızlığını etiraf eləyir. Mənası budur. Elə bir ki, sətr altı, səthi əslində zahirində başqa söz deyir, amma altında bu sözün başqa şey yatır. Ki, mən bilmirəm, harada bu çəkilişlərdə olmasa da hansısa bir yadımdadır ki, Zəhra TV-nin mövzularının birində bu mövzunu danışmışdıq. Bəzən görürsən Həzrət Peyğəmbərin xanımlarının barəsindəki, o xanımlar ki, Peyğəmbərə qarşı lazım olmayan işləri görüblər, Peyğəmbərə incidiblər, Peyğəmbərə əziyyət ediblər. Bəzən insanlar deyir ki, Peyğəmbər xanımı da, yəni necə inanmağı gəlmir. Görürsən, bu nədən qaynaqlanıb? Bu sual zehniyyətdə hardan yaranıb? Əslində bunlar şuuraltı Peyğəmbərin də xanımın Peyğəmbərin eyni təbəqəyə qoyublar. Ona görə o təbəqənin bu işi görməsin qəbul eləyə bilmirlər. Şuuraltı Peyğəmbərlə eyni səviyyə gətiriblər. Ona görə qəbul eləmirlər əslində. Zahiri başqa şeydir, amma o şuuraltısı pərdə arxasında formalaşan fikir başqa şeydir. Sən niyə onu gətirib o səviyyə qoydun ki, bugün onun bu səhvlərin də əlindən hər nə qədər qüdrətin var, əlindən hər nə qədər yol gəlir, o yollarını istəyirsən nə eləyəsən? Onu inkar eləyəsən. İndi insan ki deyir, məsələn, mənim ağlım həyat mərhələlərimdə və ya həyat keçidlərimdə, həyat yollarımda hər şeyə kifayət edir. Bu əslində ağlı öz ağılsızlığını etiraf edir. Bu ağlın sahibi ağlının həddini bəyan edir. Ağlının həddini danışır. Düz. Əgər doğrudan insan ağlı hər şeyi kəsə biləcək bir varlıqdırsa, elə bizim ilkin dəlilimiz buradan başlasın. Da çox uzandı mövzu ki, qəsdim bunları da öyle danışmaq. Ağıl hər şeyə kifayətdirsə, onun sahibi niyə günah edir? Niyə hüquq pozur? Əgər ağıl hər şeyə kifayətdirsə, bu bir. İki, ağıl hər şeyə kifayət eləyirsə, onda insanı niyə hesaba çəkməlidir digər insanlar? Bir halda ki, ağıllı insanlardılar. Biz baxırıq ki, amma hesab ağıllı insanlardan çəkilir. Görürsən, dəli bir iş görəndə onun üstündən keçirlər ki, dəlidir. Heç Allah bundan namaz istəmir. Allah bundan oruc istəmir. Hətta məsələn, bir cinayət törədəndə görürsən, onu zindana yox, bəzən dəlilər evinə göndərirlər. Düz. Amma biz baxırıq ki, məsuliyyət ağıllı varlıqların barəsindədir. Bunun özü dəlildir da, ağıl hər şeyə kifayət eləməz. Ağılın funksiyası budur ki, itaət eləyə. Onda ağıl kifayət eləyər. Ağıl sahibini itaətin qapısında saxlaya bilsə, bu ağıl bəli düz işləyib. Əgər bir ağıl ki, insanı itaətdən çıxardır üsyana, o sahibinin bəlaya aparır və bu düz işləməməyin nəticəsidir. Baxın, Ələq surəsinin 6-7-ci ayəsində Mütəala Allah buyurur, Kəlla innəl insanə ləyətğa ərra'əhustəğna. Xeyr, həqiqətən insan tüğyan eləyəndir. O zaman közünü ehtiyatsız gördü, tüğyan elədi. Elə bir də daha bunun heç nəyə ehtiyacı yoxdur, tüğyan elədi. Baxın, Kəlla innəl insanə ləyətğa ərra'əhustəğna. İnsan özün ki, müstəğna, istəğna gördü, yəni ғəni gördü, ehtiyatsız gördü. Quran deyir ki, ləyətğa. Üsyan elədi, tüğyan elədi. Baxın, bir ağıl ki, o zaman ki, hələ bu qədər hüquq çərçivələrində, bu qədər əmr çərçivələrində, bu qədər nəhy çərçivələrində, özün ehtiyatsız görəndə Quran deyir, ləyətğa, tüğyan eləyir. Bu ağıl necə eləyə bilər ki, sahibi mütləq mənzil başına çatdıra? Demə, çatdıra bilməz. Ağıl bəzən tüğyana varır. Ağlın işi budur ki, insanı sahibin yalnız və yalnız əmirlərə itaət və nəhiylərə, qadağalardan çəkindirməklə idarə edə bilər. Ağıl məhz özlüyündə heç bir şey deyil. Ağla əmr olunan əmirlərdə ağlın keyfiyyəti ortaya çıxır. Ağla əmr olunan, nəhy olunan, qadağan olunan şeylərə riayət eləyəndə ağlın fəaliyyəti və funksiyası nə qədər əhəmiyyətli də ortaya çıxır. Özlüyündə bir şey ola bilməz ağıl. O ki, qaldı insanı nəyə? Məqsədə çatdıra. Baxın, bəzi insanların ağlına bax, hətta Peyğəmbərin barəsində, hətta vəhyin barəsində bəzi qismət olsa biz gələcək verilişlərimizə bu barədə danışacağıq. Baxın, Zuhruf surəsi 31-32-ci ayədə Teala Allah buyurur və qalu ləvla nunəzzilu nuzzilə hazəl Qur'anu alə raculun minəl qariyyəteyni əzimin. Bunu sual verən ağla malik insanlar idilər da. Və qalu, dedilər, Ləvlan nuzzilə hazəl Qur'anu alə raculun minəl qariyyəteyni əzim. Dedilər ki, bu iki dənə böyük şəhərdən ki, biri Taifdir, biri Məkkə, niyə bunlardan bir kişi Peyğəmbər çıxmadı? Bunu ağıllı varlıqlar idi deyən.
Və qalu lav la nuzzila hazal Qur'an ala raculun minəl qaryəteyn azim. Bu böyük 2 dənə şəhərdən birindən niyə bir kişi peyğəmbər çıxmadı? Nə səbəb oldu? Bax bunun ağlına bax. Ağıl hələ yolun tapmayıb. Bu ağla malik olan bunu deyə qalı özü, yəni dedilər. Nə qədər adam demişdi bunu? İndi bu peyğəmbər gəlib hələ bu ağıl sahibləri, özün bilənlər bu sualı ortaya qoyublar. İndi bunlara peyğəmbər gəlməsə bunlar hansı məqsədə insan apara bilərdi? Quran deyir: "Əhum yaqsimuna rahmetə rabbik nahnu qəsəmna beynəhum məişətəhum fil hayatid dunya və rəfa'na ba'dahum fawqa ba'zin dərəcətin liyettəxizə ba'dahum ba'zan suxriyyan və rahmetü rabbik xeyrun mimma yecma'un." Sadaqallahul aliyyul azim. Allah deyir, baxın indi bunlar ki deyir, niyə o 2 dənə şəhərdən birindən, Taifdən ya Məkkədən bir peyğəmbər çıxmadı? O şəhərlərdən niyə çıxmadı? Yəni bu Quran niyə ora nazil olmadı? Bu 2 şəhərdən birindən niyə nazil olmadı? Nəyə görə bu kişiyə nazil olub? Niyə sərvətlilərə? Məkkənin, Taifin o imkanlı adamlarından birinə niyə nazil olmadı? Belə də bu cür danışırdılar. Quran deyir ki, onlar Allahın rəhmətini bölürlər, təqsim eləyirlər. Yəni kasıb və varlıya bu qiyməti qoyurlar. Yəni bunların ağlına bax. Bunların ağlında yanaşma tərzinə bax. Əhum yaqsimuna rahmetə rabbik. Onlar Allahın rəhmətini belə bölürlər. Kasıbla varlı, kasıb varlı Allahın rəhmətidir, kasıb Allahın qeyri-rəhməti. Bunlar belə bölürlər. Niyə o məsələn bu kişiyə, bu Quran niyə bir dənə imkanlıya, böyük bir kişiyə, sərvətliyə, Taifdən ya Məkkədən olan niyə bir imkanlı kişiyə nazil olmayıb? Bu şəhərlərdən niyə birindəki? Quran deyir ki: "Əhum yaqsimuna rahmetə rabbik, nahnu qəsəmna beynəhum məişətəhum fil hayatid dunya." Deyir ki, bunlar deyirlər, niyə bu ikisindən birində olan sərvətlilərdən birinə nazil olmayıb? Quran deyir, bunlar Allahın rəhmətini bölürlər. Biz dünya həyatın, məişətin, yaşayışının təbəqələrə böldük insanların arasında. Dünya həyatını bunların arasında böldük. Bəzilərindən üstün qərar verdik. Maddi cəhətdən. Düz. Buna görə ki, onlar bir-birləri ilə keçinsinlər. Birinin birinə ehtiyacı olanda o birisi kömək eləsinlər. Bu cür keçinsinlər. Onların nə qədər cəm elədiyi, düşündüyü şeylər ki var, tamamı hər o nə qədər ki cəm eləyiblər, onların hamısından daha genişdir. Cəm olunanların hamısından çox da Allahın rəhməti. Baxın, Allah burada ağlı neynir? Məzəmmət eləyir. Bu ayədə. Ki, Peyğəmbərin peyğəmbərliyi nə ilə ölçürdülər? Maddi cəhətdən sərvətlilərə niyə nazil olmayıb? İmkansız təbəqədən bir nəfərə. Atası, anası olmayan bir nəfərə. Əmi ya baba himayəsində böyüyən bir nəfərə. Diqqət edirsən? Bu ayə ağlı məzəmmət edir. Çox danışmaq olar bu barədə, amma bu ayə kifayət edir ki, həqiqətən də insan deyə bilməz, ağlım hər şeyə kifayət edir. Hələ bir ayə oxumuşuq. Biz neçə dənə, onlarla ayə oxuya bilərik ki, ayələrin içində ağıl məzəmmət olunur. Ki, insan düşüncəsi məzəmmət olunur. Əgər doğrudan insan sən düşüncəli varlıqsan, niyə bu qənaətə gəlmisən? Vəhiy bəyəm kiminsə imkanı ilə ölçülürmü? Bax, Allahın bir dənə müqəddəs vəhiyinə imkan və imkansızlıqla rəy verir. Bunu verənlər dəli deyildilər ki, hamısı ağla malik adamlar idilər. Ağıl kifayət eləsə, bu rəyləri verməzdi. Quranın ümumiyyətcə insanı qınadığı ayələr ki var, hamısı ağlın məzəmmət ayələridir. Laf belə deyim, yerinə düşsün də. Nə qədər Qurandakı insan qınanan ayələr var, insan məzəmmət olunan ayələr var, hamısı ağlın məzəmmətidir. Ağıl sahibinin düz istifadə olunmamasının məzəmmətidir. Ondan düz istifadə eləməməyin məzəmmətidir. Ağlın yerində olmamağın məzəmmətidir. Onda biz ağıl varsa, kifayətlisə, yəni bu niyə Peyğəmbər gəlir? İnsan öz mərhələsin, öz yolun ağılla keçməlidir. Amma o ağıl ki, Allahın itaətində ola. O ağıl ki, Peyğəmbər və ulul-əmrin, məsumların itaətində ola. Ağlı İmam Baqir deyir, buna xatir Allah verdi. Deyir, İmam Baqir əleyhissalamdan bir dənə rivayət var, deyir, hədis var. Deyir, Allah ağlı yaratdı, onu çağırdı, itaət elədi, gəldi. Geri qayıtmağa əmr elədi, geri getdi, itaət elədi. Deyir, Allah öz izzət o cəlalına and içdi. Ki, and olsun izzət və cəlalıma, insanlara verdiyim behişti və cəhənnəmi sənə görə verəcəm. Diqqət, nə demək istəyir bu? Hədis istəyir ki,
ağlın fəaliyyətini görsədək ki, insan xoşbəxtçiliyin və bədbəxtçiliyin ağlı ilə seçir, amma o zaman ki, seçimdə ağlın hüququ var itaət eləyə. Ağla bu ixtiyar verilməyib, itaəti ata kənara, özünün hər şeyə kifayət eləməni iddia eləyə. Quranda günahkarların ayəsi ağlın məzəmmətidir, həmən ağılların məzəmmətidir. Aydın oldu mu? Çox sağ olun, mənim minnətdarıq. Dəyərli vaxtınıza görə bu məlumatlar, bu dəlillər üçün təşəkkür edirik. Təşəkkür edirəm qardaş. Allah var eləsin. Allah razı olsun. Əziz izləyicilər, xatırladaq ki, bugünkü qonağımız ilahiyyatçı Qurban Cəfərovdur. Digər mövzularla bağlı növbəti verilişlərimizdə inşallah ki, məlumat verəcəyik. Allaha əmanət olun və səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.